Hamıya salam. Gəlin bugün sərvət yaratmağın riyaziyyatına başvuraq. Görəsən niyə sahibkarlıq, yəni öz işini qurmaq çox vaxt adi maaşlı işdən daha yaxşı nəticə verir? Gəlin rəqəmlər nə deyir, birlikdə baxaq. Amma başlamazdan əvvəl bir saniyəlik dayanıb düşünün. Sizin bir saatınızın əsl dəyəri nə qədərdir? Bax bu sual var ha, elə bütün məsələnin canı budur. Çünki əsas məsələ ayda nə qədər qazandığınız deyil, o pulu qazanmaq üçün həyatınızın nə qədərini verdiyinizdir. Bugünkü söhbətimizin planı da çox sadədir. Öncə sərvətin əsl formulunun nə olduğunu aydınlaşdıracağıq. Sonra maaşlı işləməyin riyazi reallıqlarına, o karyera nərdivanına baxacağıq. Və sonda sizi tamamilə fərqli, daha güclü bir yola çıxaracağıq və gələcəyinizi özünüzün necə qura biləcəyinizdən danışacağıq. Yaxşı, gəlin başlayaq. İlk mövzumuz sərvət dənliyi. Əslində, buradakı əsas prinsip çox bəsitdir. Həqiqi sərvət, zamanınızı geri almaq üçün saatlıq qazancınızı artırmaq deməkdir. Yəni, məsələ bank hesabınızdakı sıfırların sayında deyil, sahib olduğunuz azadlıqdadır. Baxın, bir çox insan üçün saatlıq qazanc deyək ki, 8-20 dollar civarındadır. Və rəqəmlər də göstərir ki, bu məbləğlərlə ciddi bir sərvət yığmaq demək olar ki, mümkün deyil. Məsələ sadəcə ayın sonunu gətirmək deyil ha. Məsələ zamanı geri qazanmaqdır. İndi isə keçək maaşlı karyera nərdivanına, gəlin tipik bir işçinin rəqəmlərinə baxaq. Təsəvvür edin ki, bir insan ildə təxminən 2000 saat işləyir. Bu nə deməkdir? Gündə 8 saat, həftədə 5 gün, yəni bildiyimiz standart iş qrafikidə. Gəlin nərdivanın ən aşağı pilləsindən başlayaq. İldə cəmi 10.000 dollar xalis gəlir. Bu, saatı təxminən 8 dollar pul eləyir. Bəli, bu pulla bir dəyər dolanmaq olar, amma sərvət yaratmaq? Bu rəqəmlərlə bu sadəcə bir xəyaldır, başqa heç nə. Yaxşı, indi gəlin birbaşa yuxarı sıçrayaq, uğurlu bir karyera hədəfinə ildə 75.000 dollar xalis gəlir. Bunun üçün də saatda təxminən 56 dollar qazanmaq lazımdır. Kağız üstündə əla səslənir, düz deyilmi? Yaxşı ev, rahat maşan, amma riyaziyyat bizə başqa şey deyir. Deyir ki, hətta bu səviyyədə belə sən sərvət yaratmırsan, sən sadəcə öz rahatlığını satın alırsan. Maliyyə azadlığı isə o tamamilə başqa bir oyundur. Bax, bu cədvəl əslində bütün acı reallığı gözümüzün önünə sərir. Diqqət yetirin, gəliriniz artdıqca həyat tərziniz yaxşılaşır, amma tənliyin əsas hissəsi dəyişmir. Hətta o yaxşı sayılan 75.000 dollar üçün belə, siz bütün iş saatlarınızı sadəcə rahat yaşamaq üçün satırsınız. Sərvət üçün yox, rahatlıq üçün. Və ən dəyərli varlığınız olan zamanınız. O, hələ də sizin deyil. Yaxşı, bəlkə də sual verəcəksiniz ki, bəs o korporativ dünyanın lap zirvəsində nə var? Orada sərvət yoxdur. Gəlin görək ora çatmaq nə qədər realdır. Həqiqət budur ki, o zirvəyə gedən yol inanılmaz dərəcədə dardır. Həqiqi sərvət yaradan maaşlı vəzifələrin sayı o qədər azdır ki, bu demək olar lataliya udmaq kimidir. Və bu təsadüfi deyil, sistem elə qurulub. Piramidanın zirvəsindəki bir neçə nəfər üçün minlərlə insan aşağı pillələrdə çalışmalıdır. Bəs bu səviyyəyə kimlər çatır? Baxın, siyahı çox qısadır. Böyük şirkətlərin CEO-ları, öz sahəsinin ən yaxşısı olan həkimlər, vəkillər, bəzi proqramçılar, yəni əhalinin çox kiçik bir faizi. Və ən vacib məqamda budur. İnsanların böyük əksəriyyəti üçün bu yol statistik olaraq sadəcə mümkün deyil. Hətta o səviyyəyə çatanlar da bunun üçün çox vaxt ağır bədəl ödəyirlər. Ailələrinə ayırmadıqları vaxtla, sağlamlıqları ilə. Artıq maaşlı işin sərhədlərini, limitlərini gördük. İndi isə gəlin tamamilə başqa bir yola, alternativə baxaq. Bax, bu sözlər əslində bütün mövzunun istiqamətini dəyişir. Problem aydındırsa, bəs həll yolu nədir? Riyaziyyat deyir ki, həll yolu sahibkarlıqdır. Və bu, sadəcə quru bir nəzəriyyə deyil, real bir nümunədir. Sahibkarlıqla 10-15 il çəkəcək bir yolu cəmi 4-5 ilə getmək mümkündür. Fərqə baxın. Yaxşı, gəlin indi bu iki yolu üz-üzə qoyaq. Görək, bir sahibkarın maaşlı işçidən riyazi və praktik üstünlükləri tam olaraq nələrdir? Fərq əslində çox aydındır. İşçi olaraq nəzarət səndə deyil, müdürdədir. Sahibkar olaraqsa sükan sənin əlindədir. Gəlirə çatma sürəti işçidə 10-15 il çəkən yol, sahibkarda 4-5 ilə qısala bilər. Və ən əsası ehtimal. Maaşlı işdə zirvəyə çatma ehtimalı çox aşağıdır, amma öz işini quranda uğur şansın nisbətən daha yüksəkdir. Biri başqasının qurduğu sistemdə çalışır, o biri isə öz sistemini qurur. Seçim riyazi olaraq çox aydındır. Və unutmayın, bu söhbət təkcə puldan getmir. Əsas məsələ azadlıqdır. Sahibkarlığın verdiyi 3 əsas azadlıq var.
maliyyə azadlığı, yəni qazancınızın bir tavanı yoxdur. Zaman azadlığı, yəni nə vaxt işləyəcəyinizə siz qərar verirsiniz. Və strateji azadlıq, yəni öz taleyiniz öz əlinizdədir. Yəni, buradan çıxaracağımız nəticə təkcə hansı işi seçməyimiz deyil. Bu, bütün düşüncə tərzimizi kökündən dəyişməkdir. Bəs bu düşüncə tərzini necə tətbiq etmək olar? Hələ də maaşlı işdə çalışsanız belə bu 4 addımı ata bilərsiniz. Birincisi, iş axtarmaq fikrini kənara qoyun, bir şey qurmaq haqqında düşünməyə başlayın. İkincisi, bacarıqlarınızı müdürünüzü yox, gələcək müştərilərinizi məmnun etmək üçün inkişaf etdirin. Üçüncüsü, indiki işinizə ödənişli bir təcrübə proqramı kimi baxın. Və nəhayət, dördüncüsü, əlaqələr qurun. İndiki işiniz gələcək biznesiniz üçün tramplin ola bilər. Bütün bu dediklərimizi əslində tək bir cümlə ilə xülasə etmək olar. Məqsəd başqasının divarına söykənmiş nərdivanla yuxarı dırmaşmaq deyil, məqsəd öz nərdivanını, öz yolunu və öz gələcəyini inşa etməkdir. Və sonda sizi bu düşündürücü sualla tək buraxıram. Sizə məktəbdə, universitetdə, ətrafınızda öyrədilən şey nədir? Karyera qurmaq, yoxsa sərvət yaratmaq? Çünki bu ikisi çox fərqli yollardır. Və sizin planlarınız sizi hansı yola aparır? Başqasının nərdivanına, yoxsa özünüzünkünə? Cavab sizin gələcəyinizi müəyyən edəcək.